Tbilisi polisi qrup halında zorakılığın təşkilində və iştirakında ittiham olunan Mananak Yorgobiyanini saxlayıb. Cinayət 9 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. İstintaqın məlumatına görə bu ilin noyabrın 2-sində gecə saatlarında Yorgobiyani bir supermarketin işçilərini sözlə təhqir edib. Daha sonra o tanışı ilə əlaqə saxlayıb və həmin şəxs yanındakı insanlarla birlikdə hadisə yerinə gəlib. Onlar supermarketin 2 əməkdaşını zor tətbiq etməklə bayıra çıxarıb və qrup halında döyüblər. Hüquq mühafizə orqanları hadisədə iştirak edən 6 nəfəri müəyyən edib. Faktla bağlı digər şəxslərin də müəyyən edilməsi və məsuliyyətə cəlb olunması istiqamətində istintaq tədbirləri davam edir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 225-ci və 126-cı maddələri ilə aparılır. Bu maddələr qrup halında zorakılığı və onun təşkilini nəzərdə tutur.